Saday, nə danışırıq? Nədən çəkək? Həmişə ki müəllim, trend və aktual mövzular. Nə var trenddə? Nədir aktual mövzu? Baxdım xeyli. Məncə son dövrün aktual mövzularına toxunacağıq. Misal, biznesdə qadının rolu, qadın iqtisadi azadlığı, boşanmış qadının çətinlikləri, qadınların iş həyatında rastlaşdığı çətinliklər, qadınların uğur hekayələri, alfa qadın, evdə qalmış qızlar. Yəni qadınla bir şey tapacağıq da. Ciddisən sən? Mövzu yoxdur. Yəni ciddiyəm, mövzu çoxdur, amma danışan yoxdur. Abi biz nə ara bu qədər cılızlaşdıq ha? Müəllim, bu telefonu, bu sosial medianı və bu iş həyatını silkələyəndə oradan qadından başqa heç nə tökülmür. Biz onu o qədər ucuzlaşdırmışıq, bu dəqiqə o qədər alətə çevirmişik ki, hər mövzuda like-ımız azalanda, çətinliyə düşəndə, mövzu tapmayanda hər şey qadın üzərində oynayırıq. Təəssüf edirəm. Belə olmaz bu düzgün deyil. Qadın anadır, qadın bacıdır, qadın baş tacıdır, qadın mənəviyyatın beşiyidir. Cənnət qadın anaların ayağının altındadır. Məhrəm mövzudur bu. Qadın məhrəmiyyətdir. Yəni bunu bu qədər açıb istifadə etmək məncə bizə yaraşmaz. Bizə Allahın əmanətidir. Qadın həyatın özüdür. Yəni mənbədir, yəni ki, hər şey bu qədər ucuzlaşa bilməz də bu proses başa düşürsən. Yəni çox ciddi mövzudur. Məncə bu bizə yaraşmaz qadınlarla danışmaq. məncə də. Başqa bir şey tapdanışaq. Tamam, haqlısan. Bizə yaraşmaz. Salam dəyərli dostlar. Bugünkü mövzumuz güclü qadın modeli. Salam, Sarvan, xoş gördük. Əleyhissalam. Çoxdan da görüşmürük. Şadam. İnanmırlar amma yəni görüşmürük. Bizim açıq qalmış mövzularımız var məncə. Var, həmişə var açıq mövzu. Bəli. Bu gün nədən danışacağıq? Mən dedim görüşək, sən də dedin ki, görüşək. Mən burada görüşək demədim amma yəni. Danışmaq üçün sənin nəridən gedirsən də ümumiyyətlə. Bu podkast çəkmək bacarıq da, Allah var, bacarıram yoxsa. Mən həmişə mənə düşündürüb Allah andolsun. Ki biz niyə danışırıq? Bu podkast niyə lazımdır? İndi bizimki təkcə deyil də bizim podkast. Gör nə qədər podkast çəkənlər var. Oturmuş. Aramızı vuracaqsan amma ilə. Nə qədər danışanlar var. Gör nə qədər mövzu var. Ümumiyyətlə səncə nədir məqsəd? Ümumiyyətlə niyə görə bu qədər veriliş çəkilir? Bu qədər danışanlar olur. İçi biz qarşıyıq. İndi bu sual təxribat xarakteri daşıyır, daş atır. Ya da birbaşa sənə atıram. Birbaşa mənə atırsan. Dolay. Bəli. Okay, qızım gəlin söhbətidir də. Deməli, danışmaq belə çox belə xüsusi bir bacarıqdır məncə. Bu yaxınlarda bir şey oxumuşam. Deyir ki, fikir söyləməklə danışmaq ayrı şeylərdir. Fikir söyləmək nəyinsə eşitdiyini ifadə etməkdir. Danışmaq bir şeyləri izah etməkdir. İndi günümüzdə biz danışırıq yoxsa nəsə söyləyirik? Bax, fərqindəlik hardadır? Bu qədər insan var, bu qədər insan çıxır hardasa, bir şey çəkir, söz söyləyir. Səncə hansıdır vəziyyət? Məncə heç başa düşmədim. İkisi də şeydir. Mənasız bir fərqləndirmə isə, yəni söyləmək, fikir söyləmək, danışmaq. Mən sən nə deyirsən? Heç ola bilər. Mən qəbul edirəm. Mən deyirəm ki, indi sənin də az yaşın yoxdur da. Bugün sabah 60-70 yaşın olacaq. Çox deyil mənim. Bax indi. Vaxt zaman var idi. İnsanlar danışmaqdan utanırdılar da. Yəni məcbur danışdırmaq məsələsi var idi. Toyda, məclisdə, şadlıqda mikrofonu güclə verirdin ki, ürək sözləridir. Allah xoşbəxt eləsin deyib otururdular da. Yəni ki, danışmağa o qədər həyəcanlanırdı insanlar. Fikir ifadə etməyə çətinlik çəkirdilər. İndi isə sanki bu kompleks tam olaraq yoxa çıxıb, danışmaq bir peşədir. Danışmaq bir sahədir. Danışmaq bir bacarıqdır, xüsusi bir şeydir və mən deməm, danışa bilən də danışır, danışa bilməyən də danışır. Yaxşı şeylərə danışdılar. Sadəcə o period, o keçid necə oldu ümumiyyətlə? Nətər oldu ki, hamı danışmağa bu qədər maraqlı oldu və bu danışığın bir altı doludur, yoxsa sadəcə danışmaq duyğusudur? Məncə bu sosial medianın bu qədər geniş yayılmasından sonra yanan bir məsələdir. Baxırlar ki, insanlar danışdıqca tanınır. Bunun daha dərin məsələsi var. Danış ki, kim olduğunu bilək və s. ifadələri var. Bu bizə ölkəyə və bizə aid deyil. Yəni biz sadəcə məşhur olmaq üçün, insanların bizi tanıması üçün, bir də like edilməmiz üçün. Baxın görürsüz bu gün 2 nəfər bir araya gələndə hansısa reelsə baxırıq.
Və yaxud da kimdənsə bir stat gətiririk. Əvvəllər kitab oxuyub kitabdan gətirirdik, indi dinləyib kimdənsə gətirib veririk. Mənə belə gəlir ki, iş görən insanlar var. Aha. Bir də danışan insanlar var. Ay, biz hansındanıq? Təbii ki, danışan. Gəl biz burada danışırıq. Yəni bax, iş görən insanın iş görməkdən vaxtı yoxdur şeyə, danışmağa. Amma indi reallıq da var ki, o iş görənlərin içərisində danışanlar olarsa, sən dediyin kimi də ciddi statlarından, hər cümləsindən bir təcrübə axır da adamın danışığından. Onu seçmək çətinləşir. Ki boş-boş danışanlar yoxsa real faydalı məlumat verib danışanlar. Mənim şəxsi fikrimi soruşsansa, mən də səninlə razıyam ki, burada bir özünü təsdiq etmək ehtiyacı tələbatı var və bunu necəsə etməliyik. Ya gördüyümüz əməllərlə, ortaya qoyduğumuz işlərlə özümüzü təsdiq etməliyik və yaxud da danışmaqla. Danışmaq daha asandır. Onun üçün biz indi buradayıq. Bəzi aforizmlər var. Yəni danışmaq çünki bəsit bir şey deyil. Hətta zamanında susmaq daha dəyərli idi, nəinki danışmaq. Misal Konfutsiyə soruşursan, adam deyir ki, yetişkin insan əslində gözəl sözləyən deyil, bildiyini izah edə bilən insandır. Məsələ budur. Bayaq dediyim izah məsələsi budur. Ya da Dale Carnegie nə deyir? Deyir ki, bir insan danışdığı mövzunun 40 qat artığını bilmirsə, o mövzu danışmaq haqqı yoxdur. Susmaq qızıldır, az danışmaq gümüşdür. Nə idi o söhbət? Məndə susmaq olmadığı üçün nə qızılım var, nə gümüşüm var. Ona görə çox o mövzuda deyiləm. Amma düşünürəm ki, insan övladı 2 yaşına qədər danışmağı öyrənir, amma növbəti 60 ildə susmağı bacarmır. Bu ən böyük problemdir. Yaxşı, bayaq dediyi iş görənlər, onların vaxtı olmur da danışmağa. Bax, adətən idarə edən insanlar var, icra edənlər yox, idarə edən insanlar. Tamam. İdarə edən insanlar da vaxtı kifayət qədər məhdud olan insanlardır da. Və bu gün də idarə etmə ən çox danışılan mövzulardan biridir. Geniş toxunulur bu mövzuya. İdarə etmədə nə bilim, Agile-dan başlayırlar, digər bütün beynəlxalq, yerli təcrübələri və s. fokuslayırlar, danışırlar. Səncə idarə etmədə duyğusuz olmaq, qəddar olmaq, qılınc məsələsi nə qədər aktualdır, yoxsa nə qədər yumşaq, soft management məsələsi bunun ilə gedir? Yəni sən hansının tərəfindəsən? Hardasan ümumiyyətlə? Ümumiyyətlə bu insanlara, bizə, ətrafımızdakı insanlara kim deyib ki, müdir obrazında olmalıdır? Belə zəhimli, qara qabaq. Bizim klassik müdir anlayışımız niyəsə elədir. Hətta fikir verirsənsə, bəzi strukturlarda hələ də o köhnə məntiqlə həmin adamlar qalmaqdadır. Oturuşuğu belə sərt, qaşlar həmişə belə biraz belə şeydədir. Simmetriya yoxdur sifətdə. Gülüş belə maksimum belə dodaq qaçması. Yəni kim deyib ki, müdir belə olmalıdır? Görüb götürüblər də. Görüb götürüblər. İşte götürə bilməyiblər. Götürdükləri adamlar doğru olmayıb. Və yaxud da bilirsiniz necədir? Çox pis stereotip deyirlər. Nə deyirlər ona? Stereotipdir də. Əslində bu çox pis bir stereotipdir. Çünki o adamlar kimdənsə eynisini görüb götürüblər və özündən sonrakını ona bir növ həvalə edəcək. Lider bu deyil. Müdir də bu deyil. Müdirin qaraqabaq, zəhimli, sərt olmağına gərək yoxdur. Xüsusən baxırsan ki, bəzi vəzifələr artdıqca insanların arasındakı səmimiyyətin uzaqlaşma məsafəsi artmağa başlayır. Yəni bir insan təbii olaraq karyerasında... Nə qədər səmimi olmaq lazımdır? Yəni səmimiyyətin də bir dozası olmalıdır da, yumşaqlığın da bir dozası olmalıdır da. İdarə etmədə elə ancaq yumşaq ol, soft management, suyuna get, qaşlarını çatma, həmişə təbəssüm elə. Axı bəzi idarə etmə sistemləri var ki, orada disiplin, orada əzmkarlıq, orada zəhim, orada belə də sözün gücünün ağırlığının olması üçün yeri gələn yerdə danlaq da, qaş çatmaq da, səsin tonunu qaldırmaq da lazımdır. Onsuz olmuraq. Hardasa razıyam. Amma duyğusuz olmaq qəti şəkildə yol veriləcək bir hal deyil. Heç bir şəkildə biz duyğusuz ola bilmərik. Emosional zəka kitabı var. Böyük ehtimal bilirsən. Daniel Kahnemanın səhv etmirəmsə. Ümumiyyətlə emosional zəka nədir? Hamımız emosional insanlarıq və bu emosiyanı idarə edə bilən insanlar daha zəkalı insanlardır. Ya da daha zəkalı insanlar emosiyalarını düzgün idarə edə bilirlər. Və bu məntiq sən peşəkar həyatda statusun artdıqca, vəzifən artdıqca sənə yüklənməli olan bir qabiliyyətdir. Səmimiyyət məsələsini tarazlamağın,
insanlarla münasibət və məsafəni düzgün təyin etməyin, hamısı emosional zəkanı düzgün idarə etməklə bağlı bir şeydir. O zəhmli əmilər, dayılar, çünki inanmıram 40 yaşın altında gənclər o qədər Qarabağa qabaq və CEO rəhbər kimi özlərini apara bilsinlər, aparmamalıdırlar. Varsa dəyişin. Rastlaşırıq. Və bu emosional zəkanı düzgün idarə etməm, ümumiyyətlə idarə etməməklə bağlı bir məsələdir. Çünki onlar elə bilirlər ki, ötürdükləri enerji ilə idarə edilir. Yox, danışdığınızla, bədən dilinizlə idarə edirsiniz. Və qarşı tərəfə ötürdüyünüz o emosiya sizə eyni zamanda geri qayıdır. Ya bunu biz düzgün tarazlaya bilmədiyimiz üçün bizdən normal liderlər çıxmır. Normal business developerlar, GM-lər yoxdur. Yəni sözüm ata bilər. Mən razı deyiləm. Yəni bizim ölkəmizdə kifayət qədər yaxşı GM-lər də var, CEO-lar da var, idarə edicilər də var, mükəmməl. Bir də sənin qarşısında oturub. Mən sənin başıma gələn bir dənə şey deyim. Başıma gələn şahidi olduğum bir məsələ. Nəyə görə deyirəm ki, yumşaqlıq. Bir də onu deyim ki, indi o mövzuya qayıdarıq. Müdir lider müqayisəsini eləmədə. Yəni elə bir müqayisə yoxdur, biləsən. Sadəcə liderlik hər bir rəhbərin, müdirin, nə bilim idarə edicinin qabiliyyətidir. Qabiliyyəti. Yəni o müqayisə olan bir şey deyil. Yəni, ola da bilər, olmaya da bilər. Yəni hər bütün müdirlər lider olmalı deyə belə bir anlayış yoxdur. Amma mən o yumşaqlıq deyəndə, deməli təcrübələrimdən birində, şirkətlərin birində bir sistem qurulub. Şərti olaraq deməli anbardan mal çıxmalıdır, nəqliyyat malı gəlir yükləməyə və mal yüklənmir, getmir. Rəhbərə xəbər çatır ki, maşınlar gözləyir anbarda, amma yüklənmir. Və təbii olaraq sən təbirincə desək, soft, yumşaq şəkildə müdir gəlir aydınlaşdırmağa anbara ki, falan nəqliyyat vasitələri niyə yüklənməyib? Deyir ki, müəllim, çünki onların sifarişləri saat 17:03-də yazılıb. Deyir ki, deyir ki, çünki bizə qayda var ki, 17:00-a qədər yazılan məhsul sifarişlər çıxacaq. Deyir ki, tamam, niyə görə 17:03-də yazılır? Çünki bilmirəm, onu satışdan soruşmaq lazımdır. Satışdan soruşlar ki, zəhmət olmasa yaxınlaşan anbara gəlir ki, sifarişi niyə görə 17:03-də yazmısınız? Axı biz qeyd qoymuşduq ki, 17:00-a qədər yazılmalıdır ki, yüklənmə də 1 saat vaxt aparsın. Deyir ki, bəs IT-də bir problem var idi müəllim. IT-də olan problem bizim bütün internetimizi dayandırmışdı, kompüterlər işləmirdi. Ona görə də yəni hardasa 15-20 dəqiqə bundan qabaq açıldı, sistem qurulan eləyəndən mail gecikdi, 17:03-də gəldi, satdı mail. Ona görə problem məndən bir aslı bir şey deyil. Deyir ki, tamam, bir də IT ilə danışaq. IT gəlsin zəhmət olsa. IT nə məsələdir? Niyə görə internetə getdi? Gəç müəllim, siz demişdiniz serverin yenilənməsi ilə bağlı proqramistlər dəvət gəlsin, nə dəvət. Onlar yenilənmə prosesində orada nə bilim söndürdülər, yandırdılar, yenidən setup ora bura biraz vaxt apardı ona görə. Yəni bu proses belə uzanır. Axırda günahkar kim çıxır? İnternet providerə? Müdir. Ki, yəni sənin qoyduğun qaydalara, sənin qoyduğun qanunlara görə riayət edirik biz və proses getmir. Yəni yumşaq lider, yumşaq idarə etmə prosesin çox qaşıyanda, çox altına gedəndə, çox yumşaq gedəndə axırda yəni özünü günahkar çıxardır. Yəni daha doğrusu sistem onu günahkar çıxardır. İşçi onu günahkar. Amma zəhmli bir deyək ki, rəhbər idarə etmə ki, mənə maraqlı deyil, iş getsin. Başa düşürsən? Cəza. İnternet bağlanıb telefonun internetindən qoşulucu ilə 2 dəqiqə mail yazmaq bu qədər çətindir. Zəng vuran bara denən ki, internet yoxdur, 3 dəqiqə məsələsidir. Bütün qaydalar belə işləyir, 3 dəqiqə yükləyin maşını çıxsın, getsin, sonra sistemi. Başa düşürsən? Yəni onun zəhimindən qorxub prosesi aparacaqdılar və heç nə qalmayacaqdı. Yəni bəzən o məncə idarə etmədə kəskin qılınc anlayışı da aktualdır. Məsələn, mən toparlaya bilərəm. Məncə bir silsilə şəklini düşünsək, daha doğrusu bir subordinasiya kimi. Zəhimli müdir, zəif ya aşağı maaşlı ya da zəif işçi. Sonda çox da inkişafa meyilli olmayan bir iş mühiti. Və totalda baxsaq toksik bir mənzərə. Soft, emosional zəkası, peşəkarlığını idarə edə bilən, hər kəs anlayan bir CEO, bir idarəçi. Altında haqqı olan maaşı ala bilən, haqqı olan pozisiyada oturmuş, işini bilən adamlar. Nəticədə artan və ya stabil siklə gedən bir biznes
ümumi mənzərə pozitivə yaxın. Bu mükəmməl mənzərə deyil, nə o, nə bu. İkisinin də əksikliyi var. Amma ikisini müqayisə edəndə mən başa düşürəm ki, o qılınc məsələsi, sərtlik heç nə yerində olmayanda baş verir. Yerində nə zaman olmur? Düzgün əməkdaşları düzgün yerində dəyərləndirməyəndə, doğru müdirləri doğru yerə təyin etməyəndə, haqqı olan maaş almayan adam orada işlədiyi zaman, haqqı olan insanlar isə depressiv yüklənib daha çox işlədiyi yerlərdə baş verir bu. Və nəticədə idarə etmə artıq emosiyalardan asılı olmağa başlayır. Peşəkar mühitdə belə şey ehtiyac yoxdur. Adam deyir ki, əzizim, bəs hörmətli filan kəs, zəhmət olmasa bu deadline, bu işi bu tarixə çatdırın. Çünki daha öncədən o işi icra edə biləcək komanda formalaşdırılıb, iş yükü təyin olunub, bir sistematik bir proses. Çatdırmasa nə olur? Yəni işte çatdırmama ehtimalını öncədən həll etmək lazımdır. Force majorlar həmişə var. Təbii ki, cəza bəzən sistematik yerlərdə bir şey baş tutmursa, deməli orada fiziki, yəni subyektiv problemlər var. Bu qədər sadədir məncə. Bu arada liderliklə bağlı sizin də oxuduğunuz, mənim də təklif etdiyim müəyyən kitablar var. Bunu bizim yoldaşlar buralarda bir yerə yerləşdirəcəklər, oxuyarsınız. Bu situasiyada bir məsələ var. Təbii ki, hər ikimizin qəbul etdiyi bir mövzu var ki, iş getməlidir. 100%. Yəni yumşaq və ya sərt qaydada idarə etmə necə olur, düzgün, yanlış və s. iş getməlidir. İşin gedişatı vaxtında, yəni problemlərin ortaya çıxması, force majeure halların ortaya çıxması qaçılmazdır. Mütləq ki, çıxacaq. Bu kimi hallar yaşanan vaxtı iki cür yanaşma ola bilər də. Bir, stres, narahatçılıq yaranır, əl-ayaq əsir, gərginlik artır. İki, rahatlıq, arxayınlıq, laqeydlik demirəm ha. Sadəcə həll olunar, əşki. bu problemlərdən çox görmüşük biz. Həll edərik. Yəni nəticədə problem həll olunur. Biri gərginlik və stresslə həll olunur, digəri rahatlıq və arxayınlıqla həll olunur. Bu prosesə necə baxırsan? Hansı daha yaxşıdır? Hansı necə olmalıdır? Şimdi arxayınlıq bir sistemdən yaranır. Abu-havanın rahatlığından irəli gəlir. Üstündə tələbkar biri olan heç kim arxayın ola bilməz məncə. O həm də müəyyən stres yaradır. Ümumiyyətlə belə bir cəmiyyətdə formalaşmış, hələ xüsusi bu gənc nəsil karyeraya başlamaq istəyən insanlarda belə bir qəribə bir proses var. Onlar işlədikləri yerdə huzur axtarırlar. Şəxsi həyatlarında uğur axtarırlar. İş həyatında huzur, şəxsi həyatda uğur. Görün nə qədər paradoksaldır. Əslində bunlar yerini dəyişməlidir. İş həyatında uğur, şəxsi həyatda huzur olmalıdır. Biz bunları qarışdırdığımız üçün iş həyatında necə davranacağımızda bir problem yaranır. Yəni biz işə xoşbəxt olmaq, orada huzurlu olmaq, belə rahatlıq üçün gedirik. Elə deyil. Orada sən bir stres yaşamalısan ki, sənə qoyulan öhdəliklərin fərqində olasan. Başa düşərsən ki, içində olduğun proses, içində olduğun ekosistem sənin də əməyin nəticəsində bir davam edən bir zəncir var, bir prosesdir. Yəni uğur mütləq stressdən keçir, narahatçılıqdan keçir. Əlbəttə ki, sən narahat olmalısan. Oturduğun yerdə bəzən deyirlər, mən işim çox rahat deyilməliyim. İşimi edirəm, görürəm falan. Demək ki, orada inkişaf yoxdur. Sən standart icra prosesindəsən. Müəyyən bir challenge-a düşmürsənsə, müəyyən bir dəyişiklik, bir stres yaradacaq situasiyalarla ümumiyyətlə 6 ayda, 1 ildə rastlaşmırsansa sən və yaxud da bir deadline based o bir iş görürsən, o önə çəkilib. Stres çox fərqli formatlar var da. O stresin, narahatçılığın bir ki, ana kökü, ana məsələsi uğur əldə etməməkdir də, düzdür? Yəni success olmamasıdır da. Yəni ki, bu iş uğurlu olmasa nə edəcəm? Əlim ayağım əsir, düzdür? Bəli. Mənim dediyim rahatlıq, arxayınlıq bilsən nədir? Yəni, bəli, uğur 100-dür. Nəticə 80-dirsə, bu uğursuzluq deyil də. Yəni, nəticə 80, nəticə 50-60, bu da ortababdır. Əgər bu insan bunu qəbul etsə ki, yəni, işin nəticəsi yəni 100 olmasa, nə olacaq? 0 deyilsə, don't worry. Başa düşdün? Narahat. Ya xoşbəxt olmasan da, yəni 70-lərdə, 80-lərdə, 60-larda dolanırsansa, bu ortabab deməkdir. Yəni nəticədir. Başa düşürsən? Arxayınlıq, rahatlıq prosesi buna demək istəyirəm. Yəni universitetdə hazırlaşan hər kəs 1700 bal yığır. Yox, təbii ki.
Yəni 400 bal da yığan baldır, 350 də yığan baldır. Fikrimi çatdıra bilirəm. Yəni bir heç vaxt hazırlaşmamaq ki, onsuz da məndən oxuyan olmaz. Onsuz da dünya mənimdir. İmtahana girməmək, bu zaten girməməsi bunun qabaqcadan uğursuzluğu 0 balı qəbul etmək deməkdir. Razıyam. Amma 350 bal da orta babdır. Yəni pis deyil. Sarvan bəyin dediyinə qüvvət. Əgər siz 2 sınaqda dalbadal birində 550 bal yığırsınız, gələn səfərdə 550 bal yığırsınız, amma sizdən əvvəlkilər biri 400 yığır, ikinci də 450 yığırsa, o sizdən daha uğurludur. Siz uğurlu deyilsiniz. Onu unutmayın. Yəni siz heç olmasa bir sonraki sizdən fərqli formata keçməlisiniz. Yəni sizin uğurunuz hər zaman əvvəlki halınızdan daha yaxşı olmasıdır. Bu kiçik ölçülərlə belə ölçüləndir. Məsələn 551 və ya da bir addım. Dünən 3 saat dərs oxumusan, bu cür 3 saat 1 dəqiqə. Bu uğurdur. Deməli bu mövzuya uyğun bir ifadə var. Toksik optimizm. Və ehtimal eşitmiş olarsan. Yəni bəxtedin hər şey yaxşı olacaq. Boş ver, narahat olma. Tək sən deyilsən ki, oldu da, səhv elədin, 2 səhv eləyər, 2-nin borcu olar. Çətinə düşər, işdən çıxar. Nə bilim, insan başına hər iş gələr. Negativi və bir növ səni düşünməyə vadar edən şeylərdən beynini ayırmaq. Və daha çox fokuslanırsan nəyə? Happy, xoşbəxt həyat, çiçəklər, böcəklər, istər iş həyatında, istər şəxsi həyatında. Səni müsbəti ancaq hiss etməyə, ancaq müsbət düşünməyə, challenge-ları, sorğulama məntiqini bir növ səndən uzaqlaşmaq çatdıran bir nə deyim, bir proses gedir hal-hazırda. Sən bunu hiss edirsən? Bu biraz belə provokasyon sual oldu da. Amma mən hətta linç ediləcəyimi düşünə-düşünə bu suala rahat cavab verəcəm, qorxmuram. Yəni daim pozitiv dediyin kələbəklər uçuşan pəmbə həyatda düşünən insanlar kainata, evrənə müsbət mesaj getdi, müsbət mesaj gəlsin. Yarımçıq insanlardır. Tam insan deyil. Özündə sözün özü var, bax, tam. Tamın içində mənfi də var, müsbət də var. Hər şey heç vaxt müsbət ola bilməz. Təbii. Yəni təbiətə bax, isti var, soyuq var. Hə? Günəşli hava var, buludlu hava var. Ağ var, qara var. Pis mənfi var, yaxşı var, var, yəni. mütləq var. Hətta qütblər belə 2 dənədir. Şimal qütbü, cənub qütbü. Şərq varsa qərb də var. Sağ qulaq, sol qulaq. Sağ gözün, sol gözün. Həmişə iqtidar ola bilməzsən. Mütləqdir ki, müxalif də olasan. Yəni müəllim bir şey deyir, elə həmişə razılaş. Müəllim düz deyir, müəllim düz deyir. Müəllimə arada bir etiraz etmək lazımdır ki, müəllim bu metodu biz başa düşmürük. Siz çətin izah edirsiniz. Sorğulamaq lazımdır. Yəni ola bilər ki, danlasın müəllim səni ki, əgər şagirdsən, uşaqsan, tələbəsən, otur tələbə yerində mənə dərs keçmə öyrədəcəksən, belə elə skandal yarana bilər. Problem mən demirəm, hamı gəlsin müəllimə etiraz etsin. Prosta deyirəm ki, dərsə maraqla, diqqətlə qulaq asmaq müsbət tərəfdirsə, arada bir onun mənfisi varsa, səslənməlidir ki, müəllim də sürətli danışırsa, daha terminlərdən çox istifadə edib nəyisə izah edirsə, uşaq başa düşmürsə, həmin o etirazın nəticəsində düzəldib tam ortaya çıxacaq. Daha mükəmməl bir dərs ortaya çıxacaq. Həyatdan misal çəkirəm. Ona görə də daim belə müsbət, hər şey əla, pozitiv, negativ də insanlar üçündür. Xeyir və şər. Başımızı işlətməliyik qısacası. Ona buna mesaj göndərməkdənsə mesajları özümüz alaq. Təəssüf ki, mən bunu belə dedim, pozitivlik məsələsində, yəni ən çox elə bu virusa yoluxanların əksəriyyəti də satış adamlarıdır. Niyə görə? Çünki satış işi elə bil daim okey alan, müsbət cavab alan müstəvidə getmir də. Kifayət qədər neqativlər olur, kifayət qədər yoxlar olur, kifayət qədər etirazlar olur və bu insanları bir növ yorur, bir növ gərginləşdirir, neqativə salır və elə bir buna da manipulativ yanaşıb deyirlər ki, neqativ eşitmə, neqativ görmə. Bunlar həmişə olacaq. Sən pozitivə bax. 10 nəfər yox deyib, 3 nəfər hə deyib, sən hərlərə fokuslanacaq. Elə şey yox da ki. Çünki satış işi sanki gülə baxmağa bənzəyir.
Gülə qulluq etmək var, bağban. Sarbanın içindən romantik bir varlıq çıxdı. Aha. O bütün güllərin necə olduğunu fərqli analiz edir, fərqli bilir. Gül var ki, bütün günü sulanmaq istəyir. Gül var ki, ildə bir dəfə sulanmaq istəyir. Gül var ki, günəş işığı sevir. Gül var ki, otaq şəraitində böyümək istəyir. Gül var ki, ləçəklərini tez tökür. Gül var ki, ümumiyyətlə ləçək açmır, gül açmır, çiçək açmır. Bax, yəni satış işi sanki buna bənzədirəm ki, hər gül necə müxtəlifdirsə və onların yeri də var da, bitmə yeri. Yəni bizim xarı bülbülümüzün yeri Şuşa olduğu kimi kaktusun da bitmə yeri var. Digər başqa güllərin də yetişmə yeri var. Sən necə düşünsən bu haqqda? Müəllim, yəni insanların dağına, bağına daşı tökdükdən sonra gəldiyin romantik mövzuya bax. Çox paradoksal adamsan. Məsələyə çiçək kimi gəldikdə, yəni tərəzi bürcü bir romantikası ilə deyə bilərəm ki, ümumiyyətlə hər şeyin bir bənzətməsi, bir kökü var. Ümumiyyətlə biraz xeyli müddət əvvəl ümumiyyətlə çiçəklərin adları, yaranması, hər birinin haqqında bir mitoloji hekayələrin olduğunu aşkarlamışam. Çox maraqlıdır. Misal, hətta günümüzdə istifadə etdiyimiz məntiqindən çox fərqli bir istiqamətlərə gedir. Və obrazlaşdırsaq, hər gülü bir müştəri tipinə də bənzədə bilərik əslində. Sadəcə biraz baxmaq lazımdır. Məsləhətim də əslində biraz maraqlanaq. Məsələn, bugün özünü çox bəyənən, çox belə təkəbbürlü insanların qarşısına gedirik biz. Hansı ki, onları çoxlu bariyerlə rastlaşırıq danışanda, yola gətirməyə çalışanda, nəsə izah eləməyə çalışırıq. Alınmır, telefonu açmır, açır maksimum deyir ki, köməkçimin yanına gedin. Biraz onunla bağlı nə maraqlı təklif olsa. Bu adamlar ümumiyyətlə çox qəliz adamlardır. Və tarixdə ümumiyyətlə mifologiyada, Yunan mifologiyasına əsasən Nərgiz gülü var. Nərgiz gülünün hekayəsi Narkissos deyə bir tanrı deyək, bir varlıq deyək, mifologiyada görsənir ki, Narkissos çox belə yaraşıqlı bir qüvvədir. Bütün pərilər, bütün onu görənlər və erkək də o. Bütün onu görən tanrılar, pərilər ona vurulur. Hətta Eko deyə bir pəri olur. O ona gəlir, onu bəyəndiyini etiraf edir, Narkissos onu rədd edir. Və bu ona o qədər təsir edir ki, Ekoya, o onun artıq içindən bir ah keçirir. Və bu ah çox qara bir sevdaya çevrilir. Və ona bir növ lənəti gəlir deyək də. Narkissos bir gün çayın kənarına gələndə əyilir su içmək istəyəndə o suda öz əksini görür. Suda əksini görəndə baxır ki, deyir ki, mən nə möhtəşəməm, mənim yaraşığım. Özündən bir anlıq belə fərqli bir istiqamətə yönəlir, deyir ki, məndən başqası yoxdur. Tam sən. Tam mən. Tam sən həm də. Tipik tərəzi. O an məni soxsan otuya. Hamımız eləyik. O an necə özünü bəyənirsə, necə bir təkəbbürə girirsə, yavaş-yavaş özündən başqa kimsə sevməməyə başlayır və yavaş-yavaş əriməyə başlayır. Əridiyi yerdənsə nərgiz gülləri doğmağa başlayır. Bax, günümüzdə istifadə etdiyimiz narsis sözü var ha. Bax, narkisso sözündən götürülüb. Yəni istər Yunan, istər Roma mədəniyyətində sözün kökü burdur. Narsizm. Heç ağlıma gələrdi, nərgiz kimi bir gül narsizliyin əsasıdır. Günün sonunda müəllim, mən tərəfdarı deyiləm ki, biz hər kəsin nazirə bu qədər oynamalıyıq. Bu qədər oynamamalıyıq. Sən satdığın şey onsuz da qarşı tərəfin ehtiyacı var. Elə bir yeri yoxdur ki, qarşı tərəfin ehtiyacı olmasın. Hələ sən ona uyğun qiymətə verirsənsə, uyğun keyfiyyətə verirsənsə, 5 dəfə sən zəng eləyəcək və 2 dəfə o sən zəng eləsin. Bu qədər iş təcrübələrim var. Xeyli insanla işləmişik. İstər subordinasiyamızda, istər qonşu şöbələrimizdə və departamentlərdə. Bax, yaxşı insan, yaxşı əməkdaş, çalışqan, qarışqa məntiqli biri. Uzun illər eyni yerdə işləyir, zəhmət çəkir və kiminsə onu kəşf edəcəyini əslində düşünür. Çünki o insanlar mənəvi olaraq da bu işə borclu olduqlarını, burada zəhmət çəkdiklərini düşünürlər. Amma çox zaman onlar onların haqq etdiyi ədaləti, haqq etdiyi haqqı görmürlər. Bu niyə belə olur? Məncə bu təfəkkürlə bağlı olan bir şeydir. Bu yaxınlarda maraqlı bir hadisə gəldi başıma. Bir nəfər məndən işçi tövsiyəsi istədi ki, falan yerə satış adamı lazımdır, tövsiyə edə bilərsən. Ondan əvvəl bir məsələ var idi, ürək açmayan bir məsələ idi. Bir nəfəri bir yerə tövsiyə etmişdim. Nəysə, yol getməmişdilər, çıxartmışlar işdən. Və ona görə ciddi narahat olmuşdum.
ki, yəni mən o adama tövsiyə etdiyim adam uyuşmayıb da, nələrsə uyğun gəlməyib. Bu adama da dedim ona ki, bilirsən necədir, biraz təhlükəli məsələdir. Mən artıq kiməsə tövsiyə etməkdən çəkinirəm də. Düz deyəndə kurslarda, təlimlərdə xeyli adamlar olur, baxırsan, dəyərləndirirsən 1 ay müddətinə, 2 ay müddətinə. Bir də mənə qayıtdı ki, müəllim, qəti elə düşünmürəm. Mən uşaq deyiləm ki. O uşaq deyiləm sözü var ha. O qədər tutdu məni. Deyir ki, siz sadəcə mənə kömək etmək məqsədi ilə tövsiyə edirsiniz. Sizin işiniz burada bitdi. O adamı işə götürməmək, onunla işləyə bilməmək məsələsi sırf mənim işimdir. Yəni mən sizi necə günahlandıra bilərəm ki, tövsiyə etdiyiniz adam işləmədi, tövsiyə etdiyiniz adamı işə götürdüm, yarımçıq qoyub getdi. Qərarı mən vermişəm. Bax burada diqqətimi çəkmək istədiyim məsələ, mən uşaq deyiləm ki. O canlı verən, canlı qoyan işçilər var, hansı ki dəyər görmürlər. Onlar sanki uşaqlıq sindromundan çıxmalıdırlar. Böyüməlidirlər. Yəni başa düşməlidir ki, adətən uşaqlarda olur da belə bir şey. Bir şey eləyim, müəllimə gəlsin, görsün, məni tərifləsin. Valideynim gəlib görsün, məni tərifləsin. Görsün ki, mən necə ağıllı uşağam və s. Yetişkin insanı isə elədiyi şeyi dilə gətirib, demirəm gözə soxan, ortaya qoyan adamdır. Yəni mən bunu etmişəm. Bunu mən etmişəm. Sən 5 eləmisən, mən 15 eləmişəm. Və haqlı olaraq mən 15-imin nəticəsini gözləyirəm səndən. Bu münasibət kimi də ola bilər, bu maddiyyat kimi də ola bilər, bu vəzifə artımı da ola bilər, karyera yüksək, hər bir halda. Yəni o dediyim məsələdə məncə o adamın təfəkkürü uşaqlıqdan çıxıb yetkinliyə gəlib çatmalıdır və yetkinlik səviyyəsində özünü ifadə etməkdən utanmamalıdır, qorxmamalıdır, çəkinməməlidir. Çünki əks halda həyat çox qısadır və onların haqqları demirəm həmişə ki tapdanılacaq, həmişə alınacaq. Yeganə səninlə razı olduğum məsələ ilahi ədalətdir ki, orada da bizə seçim verilib. Ağıl verilib və düşüncə verilib. Ki düşünün. Yəni əgər sən burada dəyər görmürsənsə, qiymət görmürsən, səbəbi kimdədir? Günahı kimdədir? Müdürdədirmi? Xeyr, səndədir. Elədiyin şeyi dilə gətirməlisən, göstərməlisən, ortaya qoymalısan, bayaq danışdığı özünü təsdiq etmək. Yəni bəli. Oradan gətirib çıxardıb müəyyən bir yerə gəlib çıxmaq lazımdır. Təbii ki, həddini, yəni ki, aşıb o bayaq danışdığımız Nərgiz misalındakı narsistliyə gətirib çıxartmamaq şərti ilə. Bayaq toxunduğuya çox danışanmı, çox işləyənmi? Məncə çox işləyənlər artıq danışmağa başlamalıdır. Başınızı biraz qaldırıb sadəcə işdən ibarət olmadan anlamalısınız. Bədən diliniz, səs tonunuz, çevrə ilə etdiyiniz işlər və qurduğunuz münasibətlər. Əyan-bəyan ortada olmalıdır. Burada çox qəşəng bir məqam var. Yaxşı insan, yaxşılıq. Təəssüf ki, bizim həmin o yoldaş var ha, yaxşı yoldaş, yaxşı işçi. Onun elədiklərinin hamısı onun vəzifəsi kimi görsənir bəzən və heç kim onu dəyərləndirmə ilə bağlı bir şey də fikirləşmir. Çünki deyir ki, insan işləyir də nə dəyərləndirəcəm. Səsi çıxanı dəyərləndirin, başımız sakit olsun. Bəs yaxşı bu halda biz necə deyək ki, bizim əslində yaxşılıqlarımız vəzifə kimi görsənməsin. Yaxşılığımız yaxşılıq yerində qalsın, vəzifəmiz vəzifə kimi bilinsin. Bu necə qarışdırırıq? Gəl məsələn, maraqlı bir tərəfə gözləyim sənin üçün. Bu yaxınlarda mən kitab oxudum. Steve Chandler. Çəkinmə, atdım at. Yaxşı kitabdır. O kitab siyahısını onda yazarsan. Deməli, hətta bu storydə paylaşmışdım Instagramda. Deməli, kömək etmək yoxsa can yandırmaq. Fərqi nədir? Süfrədə yumurta və veçina misalıdır. Toyuq kömək edib, donuz canını qoyub. Elə misaldır. Yumurta və veçindən misalı. Yəni məsələ budur ki, müəyyən bir yerdə insan kömək etməklə can yandırmaq məsələsini ayırd etməlidir. Başa düşməlidir ki, proses harda dayanmalıdır. Və burada təbii ki, çoxlu nüanslar var. Kimlər üçün can yandırmağa dəyər, kimlər üçün kömək etməyə dəyər və s. Amma şəxsi subyektiv fikrimdir ki, böyük kütləyə
can yandıracaqsansa, nəticədə canın yanacaq. Böyük kütləyə kömək etsən, kömək görəcəksən. Ona görə də yəni hər kəsə can yandırmaq olmaz. Xüsusi seçilmiş həyatımızda insanlara, yeri gələndə, işimizdə də həmçinin, həyatımızda da həmçinin can yandırmaq olar. Təbii ki, biz insanıq da, amma köməyi hər kəs etmək olar. Müəllim, iş yoldaşlarımız bizim ailəmizdir, iş də bizim evimizdirmi? Deyil, qətiyyən. Bu fikir bir mənalı deyil. Bu mənə bütün təlimləri soruşurlar. Açıq heç bu sual mənə verəcəyini bilmirdim də. Yəni bir mənalı şəkildə iş ailə deyil. çox sərt danışırsınız. İş ailə deyil. Heç vaxt olmamalıdır. Yəni əgər iş ailədirsə problem var orada. Çünki ailədə məcburiyyət var. Məsələn, sənin qardaşın hər hansı bir pis vərdişi varsa, evə gec gəlirsə, yerini yığmırsa, tüfeyli həyat yaşayırsa, sən onu qardaşlıqdan çıxarda bilməzsən. Çünki bu ailə konseptidir. Amma işdə işçinin səhlənkarlığına, məsuliyyətsizliyinə nə qədər dözmək olar? Dözmək olmaz. Dözməməlisən də. Başa düşdün? Bəzən sadiqlik, loyallıq, uzun müddəti burdadır. Göz yummaq zət deyib, biz bir ailəyik, gör neçə ildir burdadır. Qardaş, elə problem ordadır bax. Yəni sən onu ailə üzvü kimi görüb işdən azad etmirsən və o adam da bəlkə yerində deyil və ormağı önündə sənə zərər vurur, ziyan vurur. Ona görə iş heç vaxt ailə həyatı olmamalıdır. Mütləq. Burada törəmə problemlər yaranır. Modern idarəetmədə qapılar arxasında heç nə danışılmır. İclas masası ətrafında hər kəs üz-üzə, dərdini, sərini deməlidir. Bunu tənzimləyən isə birbaşa sahibkar, rəhbər şəxslər, şöbə müdirləridir. Daxildə heç kəs kənarda nəsə danışa bilməz. Bu birbaşa toksikliyin göstəricisidir. Və bu toksiklik bəzən nəyə yaranır? Həmin o abu-havanı korlamamaq üçün. Əslində necə ki biz ailəmizdə narahatlıqlarımızı, dostlarımızla biz etirazımızı bir-birimizə bildiririksə, iş həyatında bunu daha qəti eləməliyik. Çünki bizim heç kimdən vəsələ asılacağımız yoxdur, amma bir-birimizdə zəncirvari şəkildə bağlıyıq. Qapalı qapılar arxasında danışmayın. Günümüzdə xeyli sayda konsalting şirkətləri var. Kifayət qədər də savadlı, bilikli konsultantlar var. Bunlar artıq biznesin bayırındadılar da, şirkətin çölündədirlər. Özləri bir şirkətlər. Özləri ayrıca bir sistemdir. Gəlib hazır bir sistemə qoşulurlar, o sistemə müəyyən təsirlər edirlər. Mənfi və müsbət. Sənin fikrini bilmək istəyirəm. Ümumiyyətlə necədir? Nə görürsən bax bu konsultantlarda? Advisor deyirsiz onlara, yoxsa məsləhətçi deyirsiz? İndi açıb tökəkdə hər şeyi. Biz xeyli müddətdən sonra bununla məşğuluq və mən düşünürəm ki, bizneslərə, biz dediyim biz birlikdə bir yola çıxmışıq. Deməli, mövzu nədir? Bizneslərə, ümumiyyətlə hər şeyə kənar baxış mütləqdir. Çünki sən bir şeyin içində olduğun zaman o içəridəki abu-havaya, atmosferə uyğunlaşırsan. O iyi üstünü hopur, o sistemsizlik səni narahat eləmir və bəlli bir zaman sonra orada səni narahat edən şeylər belə narahat eləməməyə başlayır. Çünki bəzi şeylərə həll etmə gücün çatmır. Səndən asılı deyil. Və sən o mühitdə uyğunlaşırsan. Və sən artıq narazı olduğun, negativ gördüyün şeyləri belə neytral baxmağa başlayırsan. Buna bənzər bir təcrübəmiz var, onu bölüşəcəm. Daha əvvəlki bir iş yerimizdə çox hörmətli bir dəyərli dostum var. O daha yuxarı vəzifədə idi. Mən də departament rəhbəri idim. Şirkətə yeni gəldiyimizdə istər ofisin interyeri, istər dialoqda olduğumuz şəxslər, istər koridorda rastlaşdığımız belə qəribə situasiyalar, bizə verilən sözlərin, vədlərin tutulmaması biz o qədər narahat edirdik. Bu narahatlıq nə qədər davam elədi səncə? Nə qədər davam elədi? 2 ay. Çünki biz o problemləri həll etmək üçün hər kəsə müraciət elədik. Sata biləcəyimiz insan resursları, onun üzərindəki departament rəhbərləri, müavinlər, sahibkar, heç kim heç nə həll eləmədi. Və bəlli bir zaman sonra eyni problemlə yan-yana gəldiyimizdə həmin sahibkara dedim ki, həmin dostumuza, deməli fikir verirsən biz artıq şikayət eləmirik. O da var, həqiqətən biz şikayət eləmirik. Hansı ki eyni məsələlərə görə həftədə 2 dəfə danışırdıq. Bu belə bir şeydir. Və biz oradan sadəcə özümüzü qurtarmağa çalışdıq. Çünki gücümüz orada nəyisə həll etməyə çatmır. Konsalting xidmətinin, konsultantın, advisorın funksiyası isə kənar baxış olaraq gəlib nəyisə o toksikliyi yenidən səni silkələməkdir ki, uyğunlaşmısan, amma yaxşıya uyğunlaşmamısan. Doğru deyil. Kənar baxış budur. Konsultantın biznesə verdiyi töhfə əslində reallığa səni uyğunlaşdırmasıdır. Sənin reallığını çöldəki abu-havanı sənin reallığına yox, sənin reallığını çöldəki abu-havaya uyğunlaşdırmaqdır. Ən böyük faktor budur.
Məsləhətçinin funksiyası budur əslində. Və bu at gözü ilə töklər. Sağa sola baxmadan bir şeyin içində davam edirsən. Və bu çox zaman səni dipdən, yəni aşağıdan zədələməyə başlayır. Daxildəki sistemsizliyə səbəb olur. Ona görə sevindirici hal nədir? Azərbaycan sahibkarları, təsisçiləri bunu artıq bir növ silkələnib fərqinə varıblar deyə köməyə açıqdılar. İnformasiya alırlar, dəvət edirlər, müzakirəyə açırlar, dərdlərini deyirlər. Belə çıxır ki, yəni mütləq inkişaf üçün yenilənmə lazımdır. Bəli. Yeni beyin lazımdır. Yenilənmə yoxdursa, inkişaf yoxdur. Bəli. Yenilənmə üçün də davamlılıq lazımdır. Amma o davamlılıq hətta səni yanlış davamlılıqda aparırsa, eyni şeyi təkrar edirsənsə, bu yenilənmə olmayacaq. Sadəcə bir ki, axmaqsansa daha axmaq olacaqsan da. Yəni və bunun fərqində deyilsən. Belə problem deyil. Okay. Mən bir məsələni dedin, o diqqətimi çəkdi. Dedin ki, proseslərə kənar baxış. Onda belə ağlıma gəlir ki, bu kənardan gəlib baxanla içəridə baxanın fərqi nədir ki? Əslində məntiqlə düşünəndə içəridən baxan, məsələn, içində olan prosesin ağrısını, acısını daha rahat hiss edir. Nəinki kənardan baxıb gələn kənar baxışı ilə hiss edir. Bunun cavabını özümdə belə tapıram ki, insanlar iki tip olurlar da. Bir, deməli, yaradıcı insanlar, iki, reaksiya verən insanlar. Yaradıcı insanlarla reaksiya verən insanların əsas məsələsi kənardan gələn stimullara necə yanaşmalarıdır. Hər hansı bir stimul yaranır, yəni proses yaranır. O prosesə ya reaksiya verirsən, ya da yaradıcı düşüncə ilə yaxınlaşırsan. Biraz da açım. Qaşdağı çatırsam başa düşmədim. Deməli, biraz kobud misal çəkəcəm də, bir dənə düşün. Bax, yaradıcı insan bir ki, proseslərdə həllər axtarır. Tamam. Reaksiya verən insan isə yaranmış proseslərə sadəcə mənfi və ya müsbət reaksiya verir. Bu yanaşma, bənzətmə bilmirəm nə qədər düzgün olacaq. Bunu kitabda oxumuşdum, prosta səsləndirim. Deyir ki, canlılarda yaradıcı təfəkkür yoxdur, düşüncə yoxdur. Onlar sadəcə reaksiya verirlər. Məsələn, deyir, peçin yanında uzanan itimə baxıram və onun hansısa bir yaradıcı düşüncə haqqında düşünmədiyindən əminəm. Amma ona sahibi gətirib sümük yatanda, başını sığallayanda başlayır reaksiya verməyə. Oppanmağa, düşməyə, reaksiya verir, fikir verirsən. Bu misala götürəcəm ki, bəzən bizneslərin içərisində məsələlərə, proseslərə sadəcə reaksiya verirlər. Problem varsa əsəbləşirlər, özlərindən çıxırlar, əllərini masaya vururlar, qışqırırlar, kimlərsə işdən çıxardırlar. Amma bir yaradıcı düşüncə kimi nəyisə necəsə həll etmək üçün addımlar atmaqdan çəkinirlər. Konsultantın kənardan gəlməsinin sənin sözünə qüvvət. Ona görə rahatdır ki, soyuqqanlıdır və reaksiya vermək kimi bir fikri yoxdur, öhdəliyi yoxdur. Onun əsas məqsədi yaradıcı nəsə ortaya qoymaqdır. Yaradıcı ortaya bir şey qoymaq üçün də mütləq düşünməlidir. Düşünməsi üçün də ki, mütləq həllər tapmalıdır. Sənin bayaq dediyin müdür rəhbərinizlə qurban olun müdürmə deyilini. Oturub onunla gedib o komanda bu komanda danışıyor. Axır bir yol tapdınız da, düşünülüb həll tapılmayacaq bir problem yoxdur. Ölümdən başlayacağam. Müəllim, sən bilirsən də, sənin xətrin mənim üçün nə qədər əzizdir. Yəni yeyə ətin hamısını yemişəm, sümüyün də artıq qalmayıb. Amma o da etkimi verən deyiləm. Bilirsən də, bu həm bizim sahələrimizin həm zəngdə olan bir təbii prosesdir, həm də xətrin də, yəni bir yola çıxmışıq. Atanmıram səni. Amma sənə bir söz verirəm. İllərdir da sənin gözüm çıxdıya salmışam, qanını qaraldıram. Hamı da deyir ki, eləmə belə, eləmə belə. Deyirəm ki, marketinqdir də. Mənim yəni işim budur. Satış həmişə belə olmalıdır. Satış bilməlidir ki, həmişə ikincidir. Onun işi sonradır. Biz hazırlayırıq, o gəlir, qolu vurur. Yəni aydındır da bu temalar. Özün də təsdiqləmirsən. Təklifdə nə qədər demisən ki, düz deyirsən Saday bəy.
deyib mən dəfələrlə. Yazığım gəlir. Yəni. Ürəyim ağrıyır. O uşaqlar var, nə vaxtsa Bəli. öyrənəndə ki, Şaxta baba Əslində yoxdur. əslində yoxdur. Bəli. Yəni nə vaxtsa bu euforiyanın həqiqət olmadığını biləndə çox pis olacaqsan. Amma Çəkdiyim misallar da bizdəndir. Şaxta babanı da biz yaratmışıq. Mən başqa bir təklifim var. Dediyim kimi də artıq səni azad edirəm. Bundan sonra nə desən deyəcəm ki, amənna, okeydir. Yəni sıxıntı yoxdur. Mən artıq o huzura çatmışıq. Nirvanadayıq. Bayaq söz atdı nə bacılara yuxarı evren zad. Oradayam. Bacı kimdə? Yoga, spiritual daşlar atırdım bayaq. Hə. Deməli, mən nə təklif edirəm? Artıq sənə bir yoldaşlıq əlimi uzadıram və sənin işin yoxdur. Bundan sonra sənin qanını qaraldan, buradayım. Keyfini pozan, bu günə qədər haqqını yeyən, və ya da sevmədiyim, və ya da biznesimizi pis günə qoyan sahələr, ixtisaslar, istiqamətlər və ya da işıqlandırılmalı olan mövzulara bir yerdə toxunaq. Neqativə yox, pozitivə toxunaq. Yəni nəyə görə biznesləri korlayan, pis günə qoyan, elə fikirlərini almaq istədiyimiz insanları dəvət edir. Qınamaq da təbiətəndir də. Niyə ki? Marketoloq deyilsən, ancaq bəziksən, düzürsən. Hə, yaxşı, yenə də səninlə razı deyiləm, amma olsun. Dəvət edək qonaqlar görək hansı mövzulara toxunuruq. Əla, razılaşdıq. O zaman biz siz dəyərli dostlarımızın sayəsində ilk sahəmizi təyin edirik. Baxaq görək kimlə başlayacağıq. Sahə dediyimiz insan resursları ola bilər. Müdiriyyətdən, rəhbər səviyyədən şəxslər, satışdan, marketinqdən, maliyyədən, logistikadan, təchizatdan və sizi bir növ maraqlı gələn hansı sahə varsa, təbii ki, o sahənin prioritet şəxslərindən birini qonaq edəcəyik. Amma sahəni seçməyə siz bizə kömək edəcəksiniz. Varsa referansınız bu postun altına zəhmət olmasa qeyd edin.